Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Necə olmalıdır podkastın bu efirində maraqlı bir mövzu ətrafında müzakirə aparacağıq. Yollarda vəziyyət necədir? Qonağımız isə Baku TV-nin əməkdaşı jurnalist Orxan Qurbanovdur. Orxan, xoş gördük. Necəsən? Salam Rahib, hər vaxtınız xeyir. Təşəkkür edirəm, yaxşı olasınız. Orxan, yollarda vəziyyət necədir mövzusunu elə belə seçmədik. Çünki səndə kifayət qədər yollarda sujetlərin var, nəqliyyatın hərəkəti ilə bağlı, yol nişanları ilə bağlı, müxtəlif məsələlərlə bağlı. Sırf bu istiqaməti əsas götürərək bugünkü müzakirəmizi təşkil edəcəyik. Ümumiyyətlə, necə düşünürsən? Yollarda vəziyyət necədir? Hazırki vəziyyət göz qabağındadır. Yəni bunun belə deyərdim, heç artıq şərhə ehtiyacı yoxdur. Xüsusən günün pik saatlarında bərbad bir vəziyyət yaranır. Tıxacların əlindən demək olar ki, tərpənmək olmur. Bunun da tək səbəbi şəhərin avtomobilləşməsidir. Yəni bildiyimiz kimi, demək olar ki, müstəqillik dövründən bu yana Bakı sürətlə avtomobilləşən bir şəhər oldu və şəhər bunun üzərində quruldu. Geniş yollar salındı, əlavə yollar salındı, körpülər, tunellər salındı və bir növ şəhər mühiti elə quruldu ki, insanları sövq etdi avtomobil almağa. Və bu da axırda bizi gətirdi, demək olar ki, bir çıxılmaz vəziyyətə saldı. Səbəb budur, avtomobilləşmə. Amma mən sənin fikrinlə razı deyiləm. Bu mənim ənənəvi fikirlərimdən biridir. Səbəb nədir? Avtomobilləşmə sözünə görə. Çünki avtomobilləşmə Avropada da gedir, Amerika Birləşmiş Ştatlarında da, Yaponiyada da. Yəni Asiya, Amerika, Avropa hər yerdə avtomobilləşmə gedir. Gəl baxaq görək. Bəzən aidiyyatı qurumlar deyirlər ki, biz Avropa təcrübəsini gətiririk. Gəl baxaq görək İspaniyada, Madrid şəhərində, Barcelona şəhərində. Avtomobilləşmə hansı səviyyədədir? Təbii ki, bizdən çoxdur. Almaniyada da o cümlədən. Amma biz orada nəyi görürük və burada nəyi görürük? Səncə bunlar arasında bir təzad var yoxsa yox? Təzadlar var. Gəlin belə deyim sizə. Ümumiyyətlə bu avtomobilləşmə sən dediyin kimi dünyanın hər yerində yarandı. Bunun da səbəbi hardasa 20-ci əsrin ikinci yarısına yaxın dünyada avtomobil sənayesinin inkişafı ilə əlaqədardır. Xüsusən də Avropada avtomobil sənayesi daha sürətlə inkişaf elədiyinə görə burada da sürətli bir avtomobilləşmə prosesi başladı. Amma onlar tez ayıldı. Yəni Avropalılar tez ayıldı. Buna bir stop dedilər. Necə dedilər? Bax, onu necə dedilər? Əsas axtardığımız məqam məhz bu olmalıdır ki, nə etdilər? Şəhəri insanlara qaytardılar. Deməli, avtomobillərin yolunu kəsdilər, mikromobilliyə verdilər və məcbur elədilər ki, insanlar velosiped sürsünlər. Bu qayda idi, yoxsa necə? Belə deyim də, gəlin baxaq görək tıxac nə vaxt yaranır? Tıxac nə vaxt olur? Günün pik saatlarında. Günün pik saatları nə vaxtı? Səhər-axşam insanların işə gedib, işdən evə gəldiyi vaxtlarda. Deməli, burada problem nədir? İnsanlar işə rahat gedib gələ bilmirlər. Niyə rahat gedib gələ bilmirlər? Çünki Bakıda, indi son dövrləri çıxsaq, ictimai nəqliyyat demək olar ki, iflic vəziyyətdə idi. Və bunun özü də insanları avtomobil almağa sövq eləyən amillər sırasındaydı. Yəni, yollar avtomobillər üçün qurulmuşdu. Bütün hamı, istər avtobusda olan, istər öz maşınında olan tıxacda qalırdı. Avtobusda basırıq vəziyyətdə ayaq üstə dayanan bir nəfər baxırdı ki, onsuz mən də tıxacdayam. Şəxsi maşınından istifadə edən adam da tıxacdır. Ondan sonra qoy elə gedim mən də bir özümə maşın alım. Avtobusda basırıqda ayaq üstə gözlədiyimi öz maşınımda oturum, maşınımda tıxacda gözləyim, rahat gözləyim. Bu nəyə gətirib çıxartdı? Bu yolların əlavə yüklənməyinə gətirib çıxartdı. Və biz nə etdik həmin dövrdə? Başladıq yolları daha da genişləndirməyə. Yolları genişləndirdikcə tıxacların miqyası da genişləndi. Bəli. Axırda gəldik bir çıxılmaz vəziyyətə düşdük. Yolların genişləndirilməsi ümumiyyətlə sıxlıq problemini həll edən məqam deyil, bu məlumdur. Sən də vurğuladın. Digər məsələ, bir Avropalı ilə, bir qərb insanı ilə şərq insanının psixologiyasında böyük fərq var. Biz nəyi sevirik? Biz komfortu, biz dəbdəbəni və digər məsələləri. Bu tarixən də belə olub. Bir Azərbaycanlı niyə daha çətin şəraitdə iş yerinə getməlidir, digər ünvanına getməlidir? Halbuki avtomobili qapının önündə dayanıb, məhəllədə dayanıb. Adam minir avtomobilinə, çıxır gedir iş yerinə və yaxud da digər yerə. Amma Avropalının düşüncəsi belə deyil. Avropalıya, bunu dəfələrlə vurğulamışam verilişdə, Avropalıya ictimai nəqliyyat üçün
bizdə olduğu kimi kart verilir, alır və o kartın içində bax, əsas məsələlərdən biri budur. Adam 100 avro yükləyir, tutaq ki, bir 20-30 avro da bonus gəlir ona. Və insan nə düşünür? Mən avtomobilimlə getməkdənsə, qoy elə ictimai nəqliyyatdan istifadə edeyim. Və həftənin şənbə və bazar günləri gəlir. Adam deyir ki, harasa istirahətə getməliyəm, əla, öz avtomobili ilə gedir. Lakin şəhər içi hərəkət üçün yenə də onda bir motivasiya yaradılır. Söhbət nədən gedir? Müəyyən kateqoriya insanlar, tələbələr də bura daxildir. Həftənin şənbə, bazar və yaxud da ikisindən biri. Həmin bu günlərdə ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Bundan başqa, elə Strasburqu misal gətirək və Avropanın digər şəhərlərini ki, mikromobillik üçün şərait yaradılıb, əladır, gözəldir. Amma bir motivasiya var orada, bir stimullaşdırıcı tədbir var. Adam öz iki təkərli nəqliyyat vasitəsini, skuter, velosiped və yaxud da digəri gətirir, pulsuz parking yerində park eləyir. İstirahətə gedir, çıxır evindən və gəlir İçəri şəhər metrosunun yanında tutaq ki, pulsuz park eləyir və oradan düşür, bulvarda gəzir, qayıdır. Yenə də öz velosipedi ilə. Bax, bizdə bu tədbirlər görülməmiş. Yolların sürücülərdən alınıb mikromobilliyə verilməsi, mikromobillik zolaqlarının boş qalması, ictimai nəqliyyatda bu kart sistemində bonusların tətbiq olunmaması. Bax, buna nə ad verək? Gəlin belə deyim, birinci başlayaq ictimai nəqliyyatdan. Avropa psixologiyası, mən deyərdim ki, insan psixologiyası ümumiyyətlə eynidir. Avropalıların psixologiyasının bizdən fərqlənməsinin səbəbi isə oradakı mühitdir. Yəni bizdə hələ o mühit yoxdur deyə, biz onu tam yoxdur, bəli, razıyam. O mühit yoxdur deyə biz onu öz insanımızdan tələb eləyə bilmərik. Təbii. Burada bir məqama diqqət yetirməliyik. İnsan düzdür, Avropada öz avtomobilini evində saxlayıb avtobusla gedir. Çünki o bilir ki, avtobusla rahat və maneəsiz şəkildə çatacaq. Çünki orada ictimai nəqliyyatın vəziyyəti yaxşıdır. Biz nə etməliyik? Biz əvvəlcə ictimai nəqliyyatı maksimum yaxşılaşdırmalıyıq və bunun üçün də mütləqdir ki, avtobus zolaqları salınsın. Və bu bir-birinə bağlı olsun, zəncirvari olsun. Yəni bir küçədə avtobus zolağı var, digər küçədə avtobus gedib dayanmasın. Avtobus xüsusən şəhərin mərkəzindən gedir söhbət, keçdiyi bütün istiqamətlərdə rahat və maneəsiz şəkildə hərəkət eləməlidir. Əgər bir insan görürsə ki, şəxsən özümdən deyirəm, bir insan görürsə ki, avtomobillə getdiyi zaman avtobusdakılar daha sürətli gedir, düzdür, ayaq üstə qalar. Müəyyən qədər sıxlıq ola bilər. Amma görür ki, bu avtomobilində oturub. Amma avtobusdakı gedir görür avtobusdan istifadə edən iş yoldaşı ondan 20 dəqiqə tez çatıb işə. Və avtobusun vəziyyəti yaxşıdır. Müasir avtobuslardır. Təbii. İnsanda bir avtomatik bir düşüncə yaranacaq da. Mən öz avtomobilimlə tıxacda qaldığımı, minim avtobusa mən də rahat gedim. Razı. Və şəhər mühiti insanların üzərində qurulmalıdır və o yol qeyd elədin ki, sürücülərdən alınıb. Mən bu fikirlə razı deyiləm. Yol sürücülərdən alınmayıb. Yol şəhər mühitinin tərkib hissəsidir. Və bu yol bütün hərəkət iştirakçıları arasında səmərəli və ədalətli şəkildə bölünməlidir və bu mütləqdir. Yəni burada səkiyə də yer ayrılmalıdır, mikromobillik zolağına da yer ayrılmalıdır, avtobus zolağına da yer ayrılmalıdır və avtomobillər üçün də yer ayrılmalıdır. Götürək məsələn bizdəki bir hansısa küçəni, nümunə kimi götürək. Əvvəllər Moskva prospektindən, Şamaxınka kimi tanınan ərazidən Tbilisi prospektinə qədər avtobus zolağı var idi. Lakin Tbilisi prospektinin bir hissəsi var idi, Bakıxanov küçəsi ilə kəsişmədən gedir söhbət. Orada yox idi avtobus zolağı. Avtobuslar ora qədər rahat şəkildə gəlirdilər və orada məcbur tıxacda dayanırdılar. Bunun səbəbi nə idi? Bizim yolların avtomobillərə uyğun şəkildə qurulmasındaydı. Zolaqlar standartdan kənar idi. Xatırlayırsınızsa, yəqin orada körpüdən düşən hissədə 2 zolaq var idi. Amma standart zolaq deyildi, standartdan kənar idi. Həmin küçənin bəzi hissəsində 2 avtomobillər yanaşı gedirdi, bəzi yerlərində 3-cü avtomobil özünü araya salmağa cəhd edirdi və burada bir nizamsız hərəkət yaranırdı. Nəticə nə oldu? Nəticə oldu ki, orada zolaq standartlaşdırıldı. Uğurlu hesab eləyirsən bunu? Bəli, məhz həmin ərazini uğurlu hesab Bir fikir deyəcəm. Yol hərəkəti haqqında qanun deyir ki, avtomobil manevr eləyərkən, zolaqları, yəni kəsib çıxarkən, tutaq ki, 3-cü zolaqdan 1-ci zolağa keçmək istəyir,
belə deyək də, bunu hər kəs anlasın deyə, qayçı effekti ilə kəsə bilməz. Yəni birbaşa olaraq belə keçdi, birinci zolağı bu ola bilməz. Amma orada təşkil olunan qaydalar yol hərəkəti haqqında qanunun tələbini pozur. Niyə? Çünki o körpünün altından fırlanıb, üzü İzmir küçəsi istiqamətində, İzmir parkı tərəfə getmək istəyən nəqliyyat vasitələri, onlar üçün bir zolaq ayrılıb, birinci zolaq və orada dayanıb gözləyirlər. İmkan olan kimi, yəni sağda, yuxarı tərəfdə piyada keçməyənə qədər oradan tərpənmək mümkün deyil. Piyada keçsə, indi bəxtimiz gətirdi, piyada keçdi də oradan. Və sürücü məcbur olur ki, iki zolağı qayçı effekti ilə kəsə-kəsə getsin. Bax, bir tərəfdə deyirik ki, qayda, qanun, komfort, o bir tərəfdə yol hərəkəti haqqında qanunun tələbi pozulur. Yol hərəkəti haqqında qanun da sürücülərin təhlükəsizliyi üçün yazılıb. Və burada deməli təhlükəsizlik artıq təhdid altında olur. Bax, bilirsən, məsələ nədir? Yaxşıdır, gözəldir, mikromobilliyi sevənlərdən və yaxud da tərəfdarlarından biri də mənəm, necə ki sən. Amma bunun hər şeyin bir qaydası olduğu kimi bunun da bir qaydası var. Bəli, mən başa düşürəm, tapşırıq verilib və çox gözəl tapşırıqdır. Bu tapşırığın icrası üçün gözəl layihələrdə həyata keçirilib. Bakının relyef quruluşu nəzərə alınmadan keçirilən layihələr, Bakının ümumi nəqliyyat axınını nəzərə alınmadan keçirilən layihələr, tələb təklif qanununun pozulduğu yerlər, bax, bunlara diqqət çəkmək istəyirəm. Bugün nə qədər velosiped sürmək istəyən var? Bilirik, yox. Statistik rəqəmlər nəyə əsasən çıxarılır? Kirayə verilən velosipedlərin nə qədər istifadə olunması hesabına. Heç deyən yoxdur ki, bəlkə biri şəxsi velosipeddən istifadə eləmək istəyir, özünün skuterindən istifadə eləmək istəyir. Onun üçün şərait yaratdıq, yoxsa yox? Bax, bu sualları verən yoxdur. Aidiyyatı qurumdan söhbət gedir. Tapşırığı alıblar. Amma icra məsələsində artıq müəyyən problemlər yaşanır. Eləcə də xətlənmədə. Xətlənmə məsələsi mənə elə gəlir ki, hərdən otururlar, bax, belə bir təəssürat yaradır məndə, indi bu subyektiv fikrimdir. Hərdən otururlar, tutaq ki, oturmuşuq, deyirəm ki, Orxan, filan küçə ağlıma gəldi, boya var orada. Deyirsən ki, hə, boya var, bir 20 litr var. Məndə də fırça var ki, gedək xəttiyək oranı. Getdik orada özümüz bildiyimiz kimi qəşəng bir xəttəmə elədik. Gəldik, səhər baxırıq ki, görək sürücülər özünü necə aparır orada. Filan maşın belə getdi, o qaydanı belə pozdu. Gedək, sabah düzəldək. Bəs dünənə kimi cərimə olunanlar, hara getdi bunlar? Gəlin belə deyim, o xəttənmədən başlayaq. Məsələn, zolaqların standartlaşdırılması təhlükəli yox, əksinə təhlükəsiz vəziyyət yaranır. Bəli. Çünki zolaq geniş olduqca bu bir sürücü təfəkkürüdür. Sürücü daha arxain maşın idarə eləməyə başlayır. Və bu arxainlik sürətin bir qədər artırılması ilə də nəticələnir. Amma zolaq standartı olanda sürücülər daha diqqətli olmağa çalışırlar. Üzr istəyirəm, bir mötərizə açaq burada fikrimi dəqiqləşdirim. Zolağın eninin azaldılmasından söhbət gedir burada. Hə, davam edək. Sürücülər belə olan halda daha təhlükəsiz şəkildə maşını idarə etməyə başlayırlar və daha diqqətli olurlar. Yəni bu çox vacib bir nüansdır, vacib bir məqamdır. Mikromobillik zolaqlarına gəlincə, indi bəzi bu sürücülərdə də belə bir fikir yaranır ki, hə, mən getdim filan küçədə zolaq çəkilib, amma orada mikromobillik vasitələrindən istifadə edən görmədim. Ümumiyyətlə, dünya praktikasında da belə bir deyim var ki, şəhər salmada sırf paytaxt şəhərlərin, eyni zamanda digər insanların sıx cəmləşdiyi şəhərlərin insan yönümlü şəhərə çevrilməsin zamanı belə bir fikir yaranır ki, siz piyadalar üçün şərait yaradın və gözləyin. Piyadalar eyni zamanda mikromobillik istifadəçilər üçün mütləq ki, onlar orada peyda olacaqlar. Şəhərin mərkəzində salınan ilk mikromobillik zolaqlarını yəqin ki, xatırlayırsan. Bir müddət orada da istifadə edən yox idi. Amma bir müddət sonra biz nə gördük? Yavaş-yavaş peyda olmağa başladılar. Və nəqliyyatın bu növündən istifadə edənlərin sayı da artdı. Amma bu, bir küçə ilə, bir prospektlə kifayətlənməməlidir. Yaxşı, kimlər idi ondan istifadə edənlər? Bir mən. Yox, başa düşdüm. Bəzən qeyd edirlər ki, aidiyyatı qurumundan da mən bu cavabı almışam. Deyirlər ki, artıq mikromobillikdən istifadə edənlərin sayı çoxalıb. Deyirəm, yaxşı, bəs sıxlıq niyə azalmayıb? Əgər deyirsinizsə ki, bu sürücülərdir, bəlkə dünənki piyadadır, elə daha rahat olması üçün mikromobillikdən istifadə eləyir. Yəni, bax, bunun cavabı... Bunun üçün bütünlükdə bu sistemli şəkildə təşkil olunmalıdır. Burada təkcə
mikromobilliyin üstünə ata bilmərik. Həm mikromobillik zolaqları, həm piyadaların özlərinin rahat hərəkəti üçün şərait, eyni zamanda ictimai nəqliyyatın sistemli hərəkəti. İctimai nəqliyyat dedikdə təkcə avtobusları nəzərdə tutmuram. Bura metronu da aid eləyirəm. Hazırda Bakıda olmayan və ümid edirəm ki, çox yaxın bir zamanda yenidən qaydası olan tramvayları da aid eləyirəm. Taksi də aid olmalıdır. Taksi da aid olmalıdır. Bəli, əlbəttə taksi də bir ictimai nəqliyyat növüdür, amma əsasən kütləvi daşımalara biz diqqət yetirməliyik. Bəli. Ondan sonra taksiyə də xüsusi diqqət ayrılması vacibdir. Və bunlar sistemli şəkildə hərəkət etməlidirlər. Gəlin baxaq Bakı-Sumqayıt yoluna. Baxaq. Maraqlı məqamlardan Bəli, biri. Bakı-Sumqayıt yoluna gəlin baxaq. Ən çox tıxacın olduğu yerlərdən biridir. Demək olar ki, uzun illərdir oradakı vəziyyət dəyişmədən qalır. Səhər üzü Bakıya, axşam üzü Sumqayıta. Axşam üzü Sumqayıta. Təxminən 5-6 il bundan əvvəl 2019 ya da səhv eləmirəmsə 2020-ci ildə Bakı-Sumqayıt yolu Xırdalan dairəsinə qədər yolun hər iki istiqamətində bir zolaq enində genişləndirildi. Nəticə nə oldu? Tıxac daha da genişləndi. Razıyam. Yolun hər iki tərəfində yaşıllıq hissə var idi. Həmin yaşıllıq hissə ləğv edildi, genişləndirildi. Tıxac dəyişdi? Yox, dəyişmədi. Deməli, yolların genişləndirilməsi tıxacı həll etmir. Bəs nə etməliyik biz? İnsanlar gedib gəlir. Biz insanları rahat şəkildə gediş-gəlişini təmin eləməliyik. Avtobus zolağı ilə də, dəmir yol, Abşeron kənar dairəvi dəmir yol xətti ilə də biz bunun təşkilinə nail olmalıyıq. Təbii. Bax belə deyim, kənar dairəvi dəmir yol xətti ilə hər gün Sumqayıt istiqamətindən, təkcə Sumqayıtdan yox, Xırdalan Biləcər stansiyalarından da keçir. O istiqamətdən Bakıya orta hesabla 45 min sərnişin gəlib gedir. Düzdürmü? Bunun bir alternativi yenilikcə yarandı. Avtobus zolağı çəkildi. Bakı-Sumqayıt yolunda, üzü Sumqayıt istiqamətində. Orada gündəlik nə qədər adam gəlib gəlir? Çox sayda. Təbii. İndi dəmir yol xətti ilə gedib gələnləri qoyaq bir qırağa, gəlin elə yola baxaq. Bir saat ərzində Biləcər enişinin yanından Xırdalan dairəsinə qədər nə qədər maşın gedə bilər? Yəni o yolun avtomobil buraxılacaqlıq qabiliyyəti nə qədərdir təxminən? Orada əslində şərait o qədər də belə deyək də, sıxlıq səbəbindən o qədər də əlverişli deyil. Əlverişlidir. Avtomobillər demək olar keçə bilmirlər. Amma bir saat ərzində avtobus zolağı ilə nə qədər avtobus, nə qədər sərnişin aparır. Gəlin biz buna baxaq. Deməli, lazım olan nədir? Bizə əsas lazım olan avtomobilləri ötürmək yox, insanları aparmaqdır. Bayaq qeyd elədiyim kimi, Bakıdan Sumqayıta gedən və yaxud o istiqamətdə gedən bir insan, sürücü, oturacaq avtomobilində, baxacaq ki, yenə də avtobusdan vətəndaşlar rahat şəkildə gedib gəlir. Düşüncə yaranacaq da, fikir yaranacaq ki, sabah mən də gedim, yoxlayım, görüm necədir. Gedəcək, görəcək, rahat şəkildə getdi. Bəs interval məsələsi, bax, interval söhbəti gəlir burada ki, avtobuslar arasındakı interval necədir? Bax, mənə görə belədir ki, birinci şərait yaratmaq lazımdır. Bunu cənab prezident də bir neçə dəfə vurğulayıb, müxtəlif qurumlardan iclaslarda ki, vətəndaşa birinci şərait yaradın, ondan sonra tələb eləyin. Zolaq çəkildi, avtobus zolaqları hazırdır, yəni ictimai nəqliyyat zolağı. Amma avtobus sayı uyğundur yoxsa yox? Nə qədər avtobuslarımız bu dəqiqə yatır qarajlarda? Yəni qırmızı avtobuslardan filan söhbət gedir. Bax, bu məsələyə ciddi baxılmalıdır. O ki, qaldı Bakı-Sumqayıt istiqamətində avtobus zolağının çəkilməsi, mən razıyam, problem deyil, olmalıdır da. Sadəcə ora bu şəxsi avtobusları ilə hərəkət edən və sərnişinləri daşıyan şəxslər də buraxılsa yaxşı olar. Çünki o da sərnişin daşıyır və onun da müvafiq sənədləri var əlində. Bax, onlar da buraxılmalıdır. Əgər bu avtobus zolağıdırsa, demək, bütün avtobuslar daxil ola bilər. Yox, əgər ictimai nəqliyyat zolağıdırsa, sırf bu statusa malik olan nəqliyyat vasitələri orada daxil olmalıdır. Və bir də bir məsələni dedin, onunla bağlı da fikrimi deyəcəm. Zolaqların eni məsələsi. Misal gətirəcəm. 8 noyabr prospekti, Koroğlu Rəhimov küçəsi. Bax, orada yeni layihə icra olundu, hər iki küçə və prospektdə. Zolaqlar daraldı. Düşün, 3 avtomobilik, 3 nəfərlik, 3 avtomobildə yan-yana hərəkət edirik, icazə verilən maksimal sürət həddi ilə. Bir sürücünün daha enli zolaqda manevr etmə imkanı var, yoxsa daha dar zolaqda? Tutaq ki, sıxdım sənin avtomobili, sən də manevr eləməlisən. Sola eləsən maneədir,
Sağ eləsən mənim avtomobilimdir. Yəni hər iki halda qəza qaçınılmazdır. Və bunun həlli yolu mənə görə zolaqların daraldılması deyildi. Zolaqları daraltmaqdan və düz yolları biz əyri-üyrü eləməklə nəyəsə nail olmuruq. Mən başa düşürəm, burada ola bilər belə fikir olsun ki, Şah İsmayıl Xətai prospektindəki kimi düz getdiyin yerdə gözünü açırsan ki, parkinq yerindəsən. Və yaxud da parkinq yerindən çıxmaq üçün halbuki qabağın boşdur ya, amma bir xətt çəkib qabağa. Və oradan sən mütləqdir ki, sola bir icazə almalısan, sənə yol versinlər. Bizdə də bu dönmə işığı yox, barmaq prinsipi işləyir. Bir barmağı çıxartmalısan ki, sənə yol versinlər. Çıxırsan yola, düşürsən təzədən qırmızıya, yenə də davam edirsən yolva. Bax, bu məsələlər əslində ciddi müzakirə olunmalıdır və ciddi tədbirlər görülməlidir. Avropa təcrübəsi deyirik. Avropada, Amerika Birləşmiş Ştatlarında əyri yol düz eləyirlər. Biz amma nədənsə düz yolu əyri eləməyi çox sevirik. Ciddi problemlər var, əlbəttə var. Amma o Şah İsmayıl Xətai prospektindəki bu yenilik hələ yenidir. Oradakı məqsəd yəqin ki, sürücülərin daha yavaş hərəkət etməsi üçündür. Aha. Və onu bir müddət məncə gözləməliyik, görək bu effektiv olacaqmı, yoxsa yox. İnterval məsələsinə gəlincə, bəli, intervallarda ciddi şəkildə problemlər var. Bu da elə avtobus zolaqlarının zəncirvari bir-biri ilə əlaqələndirilməməsindən qaynaqlanır və bu interval məsələsi ictimai nəqliyyatın digər növlərinə də ciddi təsir eləyir. Məsələn, sizə bir nümunə çəkəcəm. Avtovağzaldan 20 yanvar istiqamətinə hərəkət edən avtobuslar avtovağzalın yuxarı hissəsindən Şamaxınka kimi adlanan ərazidəki dayanacağa rahat şəkildə gələ bilmirlər. Çünki həmin hissədə avtobus zolağı yoxdur. Və eyni marşrut xəttinə aid iki avtobus oradakı o sıxlığa görə 20 yanvar metro stansiyasının yanına eyni vaxtda çatır. Baxmayaraq ki, fərqli zamanlarda son dayanacaqlarından çıxış eləyiblər. 20 yanvar stansiyasına eyni vaxtda çatırlar. Burada nə olur? Biri 10 dəqiqə əvvəl, biri 10 dəqiqə sonra çatmalı idi. 10 dəqiqə əvvəl bir avtobusdan tutaq ki, 15 adam düşməli idi. 10 dəqiqə sonra o birisindən 15 adam düşməli idi. Və eyni vaxtda 30 nəfər düşdü, eyni marşrut xəttindən gedir söhbət. 30 nəfər eyni vaxtda metroya daxil oldu. Və görün nə qədər marşrut xətti var. İnsanların daha çox metroya düşməsinə eyni vaxtda səbəb olur. Halbuki metro onu nəzərə alıb ki, bu avtobus bura filan vaxtda çatmalı idi. Filan vaxtda çatmalı olanda qatar rahat getdi. Amma tıxaca görə kütləvi şəkildə sərnişinlər düşdü metroya. Burada nə oldu? Metroda da əlavə sıxlıq yarandı. Bu nədən xəbər verir? Deməli, aidiyyatı qurumun Bakı metropoliteni ilə düzgün koordinasiyası yoxdur. Mən belə başa düşürəm. Baxın, seçim sizindir. Avtobusdan boş yolla vaxtında çatmaqmı, yoxsa tıxacda avtomobillə gözləməkmi? İnsanlar artıq burada öz seçimlərini eləməlidirlər. Burada mütləqdir ki, mikromobillik vasitələrinin də rolu böyükdür. Çünki şəhər daxilində təxminən 500 metrdən 5 kilometrə qədər olan məsafələr, hətta bəziləri üçün daha da çox, 10 kilometrə qədər də məsafəni mikromobillik vasitələri ilə gedə bilərlər. Amma bunun üçün şərait yaratmalıyıq. O mikromobillik vasitəsindən istifadə edən adam həmin nəqliyyat vasitəsindən istifadə etdiyi vaxtda təhlükəsiz şəkildə idarə etdiyini qəbul edib başa düşməlidir. Təhlükəsizdir. Bəli, yox. zolaqlar da təhlükəsizdir. Deməz. Bunun üçün zolaqlar elə formada təşkil olunmalıdır. Arada süni maneələr qoyulmalıdır. İndi bizdə rezinlər qoyulub. Süni maneələr görünür. Mən gecə vaxtı onlarda işıq qaytarıcı hansısa bir elementi görməmişəm. O problemlər var orada. Bəs problem olan yerdə vətəndaş necə istifadə edə bilər ondan? Mikromobillik zolağını salıblar. Düzdür, orada misal üçün orada yerə çəkilən boyanın effekti, işıq qaytarıcılığı divar boyası da elə bil. Və bəzi küçələr var ki, mən nümunə olaraq bunu çəkəcəm. Kövkəb Səfər Əliyeva küçəsində. Yenə gəldik mərkəzə. Bəli, yerləşdiyi həmin küçədə mikromobillik zolağı var. Özə deyərdimsə, çox aktiv istifadə olunur. Yəni, həm velosiped, həm skuter istifadəçiləri orada demək olar ki, dayanmırlar da. 5 dəqiqə ərzində dayansan, onlarla şəxsin keçdiyini oradan görə bilərik. Normaldır, belə də olmalıdır. Bəli. Amma biz orada yerə baxanda nə görürük? Yerdə oyuqlar var. Balaca çuxurlar var. Bu avtomobillə hiss olunmur. Amma bir mikromobillik vasitəsindən istifadə edən üçün o ciddi təhlükədir. Və ora mikromobillik zolağını çəkəndə aidiyyatı qurumlar buna diqqət etməli idilər, etməyiblər. Onlar fikirləşməlidirlər, skuter, velosiped istifadəçiləri bu balaca çuxura düşəndə onu rahat dəf eləyib keçə bilməyəcəklər. Bu avtomobil deyil. Orada yıxıla bilər o.
Yəni insanın skuterdən yıxılmağı, velosipeddən yıxılmağı da belə deyim çox ciddi fəsadlara da yol aça bilər sağlamlığı cəhətdən. O yola da düşə bilər. Onun yanında avtomobil yolu keçir. Maşın onu görməyə bilər. Bunlar nəzərə alınmalı idi. Bəli, problemlər var. Əlbəttə çox ciddi problemlər var və bunlar sistemli şəkildə aradan qaldırılmalıdır. Məsələn, mən dəfələrlə olub ki, özüm də mən həm sürücüyəm, həm piyadayam, həm də mikromobilli istifadəçisiyəm. Mən həmin vaxtı Kövkəb Səfərəliyeva küçəsindən skuterlə və yaxud velosipedlə hərəkət etdiyim zamanda orada həmin ciddi təhlükədən belə deyim yan keçmişəm. Günün gündüz saatı, sutkanın gündüz vaxtı. Sutkanın axşam vaxtı oradakı o çuxur görsənməyəcək. Bəli. İstifadəçi orada ciddi təhlükə ilə üz-üzə qalacaq. Mikromobillikdən istifadə edirsən Orxan. Əslində bir məsələ də var, onunla bağlı da fikir mübadiləsi apararıq. Mikromobillikdən istifadə edirsən. İncəsənət Universitetinin qarşısı, Haqverdiyev küçəsi. Öz velosipedinlə o yoxuşu qalxa bilərsən, yoxsa yox? Mikromobillik vasitələri Rahib indi inkişaf eləyib. Yox, mühərrikləri qoyur. Mən vətəndaşam, istəyirəm öz velosipedimlə çıxam. Qalxa bilərik oranı. Bu da çətin olacaq, əlbəttə. Baxın, bu da seçimdir. İnsanlara seçim qoyulur. Burada siz hamı adi mexaniki velosipeddən istifadə eləmir. Burada elektrikli və mühərrikli velosipedlər var. Elektriklə işləyən skuterlər var. Rahat şəkildə orada gedə bilir. Yəni sizə deyərdim ki, aşağı-yuxarı qiymətləri eynidir. Ona görə rahat şəkildə oradan gedə bilərlər. İndi oradakı səhv eləmirəmsə sonuncu mikromobillik zolağı elə həmin ərazidə Haqverdiyev küçəsində çəkildi. Özü avtomobil enliyində. Bəli. Bunu avtomobil enliyində bunu da xüsusi qeyd eləmək istəyirəm ki, ümumiyyətlə hansı endə olursa olsun, bu zolaqlar elə olmalıdır ki, mikromobillik istifadəçiləri tam təhlükəsiz hərəkət eləsinlər. Yəni ikimiz də üz-üzə gəlirik. Biz qarşı-qarşıya elə keçməliyik ki, bir-birimizə maneə yaratmamalıyıq. Bax, bunu dəfələrlə demişəm. Artıq özüm yoruluram bu fikri deməkdən. Avropa təcrübəsi dediyimizdə, gəl elə bir neçə ölkəsini götürək, Avropanın relyef quruluşu mürəkkəb olan şəhərlərdə mikromobillik zolağı varsa, yoxuşlarda səkinin kənarında bir qaldırıcı mexanizm olur. Bəli, var. Velosiped sürən ayağını qoyur ora birini və o qaldırır. Bax, natamam bir şey təklif eləyirik. Deyirik, bax, budur. İstəsəz də budur, istəməsəz də budur. Misalından yəqin ki, aydın oldu, nə demək istəyirəm. Və bu seçim, bir var sərbəst seçim, bax, sən də vurğuladın, bir də var məcburi seçim. Məcburiyyətdə bu olur icbari, amma seçim olanda doğrudan da sərbəst seçim olur. Təqdim eləyirsən, deyirsən ki, bax, bu da var. Sənə bax, burada bu bonusları verirəm, bu üstünlüklərim var. Bax, bunlar sənin üçün həyatını, yəni bu zaman baxımından rahatlaşdıracaq mexanizmlərdir. İstəyirsən istifadə elə, istəmirsən istifadə eləmə. Seçim yenə də sənindir. Bax, bu olur sərbəst seçim. Bir də var məcburi seçim. Mən avtobusu buraxmıram xəttə, halbuki var. Mən mikromobillik zolağında işıq qaytarıcı mexanizmdir, nə bilim nələrdir bu saydığım bu qaldırıcı mexanizmdir. Bunları tətbiq eləmirəm. Bir boya ilə məsələni həll eləyirəm və deyirəm ki, vətəndaş, bu mikromobillik zolağıdır, bu da avtomobildir. Bax da gör nə edirsən. Bax, bu seçim deyil. Bu artıq məcburiyyətdir. Bunlar hamısı inkişaf etdikcə yaranacaq amillərdir. Yox, belə deyək də. Nəyinsə nə vaxtsa olacaq, bu nisyə söhbəti. Tutaq ki, bir iş görüşməsindəyik. Mən bir təklif eləyirəm, məhsul satmaq istəyirəm sənə, bir biznesmensən. Mən deyirəm ki, mənim filan layihəm olacaq və burada belə şeylər olacaq və mənə pul yatır. Normal biznesmen bu yatırımı eləməz və əminəm ki, sən də mənə ən mədəni şəkildə yox cavabını deyəcəksən. Düzdür? Yaxşı, bəs vətəndaş niyə aidiyyatı qurumun bu belə olacaq, bu belə edəcəyik prinsiplərinə əsaslanıb bugün öz komfortunu qoymalıdır həyətdə avtomobilini və gəlib düşməlidir o sıxlıqda, basa-basda, avtobusun içində onu ilə bunu ilə dalaşa-dalaşa. Yəni bu, mən demirəm, bu şərait yaxşıdır ya pisdir. Sadəcə insan öz komfortundan əl çəkmək istəmir. Birinci, təklifi tam eləmək lazımdır və göstərmək lazımdır ki, budur, şərait budur, sizin istifadə etmək imkanınız var bundan, müəyyən üstünlükləriniz var. Bir də var ki, əvvəl dediyim kimi, bax budur da gör nə edirsən, özün bilərsən.
Belə deyim, ictimai nəqliyyat inkişaf edən şəhərlərdə, tam inkişaf edən şəhərlərdə tıxacda qalmaq vətəndaşın öz seçimi olur. İctimai nəqliyyat tıxacda qalmırsa, sən ictimai nəqliyyatı yox, öz komfortun üçün öz avtomobilini seçirsənsə, sən tıxaca dözməlisən. Bir növ bununla barışmalısan. Təbii. Bu təbii bir haldır. Razıyam. Mən indiki avtobus zolaqları düzü şəbəkə tam əhatə olunmayıb, hardasa qırılmalar var. Amma müəyyən mənada köməklik göstərir. Bir nöqtədən digər nöqtəyə, məsələn, Avtovağzal metro stansiyasının yanından 28 may metro stansiyasının yanına günün pik saatlarında avtobusla yarım saata indi çatmaq mümkündür. Çünki oradan bura bir Şamaxınkanı çıxsaq, avtobus zolaqlarının zəncirvari bir-biri ilə əlaqələndirildiyini görürük. Rahat şəkildə axıra qədər hərəkət edir. Amma oradan 28 may metro stansiyasının yaxınlığına günün pik saatlarında səhərdən gedir söhbət. Nə qədər vaxta gələ bilərik? Ən azı avtobusdan 20 dəqiqə gecikməklə gələcəyik. Təbii. Təbii haldır. Deməli biz nə etməliyik? İctimai nəqliyyatı inkişaf elətdirməliyik. İctimai nəqliyyat həmin o dediyimiz Avropa ölkələrində subsidiyalaşdırılır. İctimai nəqliyyat ictimai xidmətdir. Necə ki parklar dövlət tərəfindən salınır, məktəblərə, xəstəxanalara pullar ayrılırsa, eləcə də ictimai nəqliyyatın bütün növlərinə pullar ayrılmalıdır, subsidiyalaşdırılmalıdır. Bəs indi Çünki vəziyyət bu necədir ictimai səncə? xidmətdir. Hazırki Bizdə. vəziyyət ictimai nəqliyyatda yaxşı deməzdim. Amma məncə Sırf sahibkarın üzərindədir də məsələ. hə, o cəhətdən bəli, əlbəttə sahibkarın üzərində. Sahibkarları da bir növ qınamaq olmur. Sahibkar çünki avtobuslar bahalı texnikalardır. Təbii. Bəli. Sahibkar gedir özünə avtobus alır. Bir dənə avtobusdan nümunə çəkəcəm. Misal üçün 300 minə. Bu avtobus həmin 300 min pulu çıxartmaq üçün nə qədər işləməlidir? Təbii. Bir neçə il çəkəcək. Bəli. Həmin bir neçə il ərzində avtobus yorulur. Artıq köhnəlir. Sahibkar məcburdur ki, bunun xərcini təzə çıxardı baxı. Xeyrinə də işləsin, xeyir götürsün. O qədər pul qoyubsa, bu bundan xeyri götürməlidir. Əlbəttə. Artıq həmin o xeyir götürdüyü periodda avtobus tam bir köhnəlmiş vəziyyətdə olur. Amma dövlət də kifayət qədər şərait yaradır axı sahibkarlara. Yaratsın, yaradır da. Bundan əvvəl dediyim kimi əlavə subsidiyalaşdırılmalıdır. Baxın, bizdə mən bir başqa mövzuya gəlmək istəyirəm, bundan əlaqələndirmək üçün piyada keçidləri də bərbad vəziyyətdədir. Şəhər daxilində artıq Avropada keçən əsrin 70-80-ci illərində yeraltı yerüstü piyada keçidlərindən tam imtina olunub. Şəhər daxili bəzi geniş qovşaqlar istisna, geniş qovşaqlarda yeraltı piyada keçidi məqbul hesab edilir, amma yerüstü piyada keçidi mənim fikrimcə ümumiyyətlə yol verilməzdir. Səbəb? Çünki insanlar üçün əlçatan deyil, rahat deyil. Bir neçə nümunə də çəkə bilərəm buna. Elə bununla əlaqələndirim, digər nümunəni sonra çəkəcəm. Məsələn, qış parkının bir tərəfindən digər tərəfinə keçmək üçün insanlar 2 dəfə yerin altına girib çıxmağa məcbur edilirlər. Bəli. Rahatdırmı bu? Xeyr. Yox, rahat deyil. Hər iki istiqamətdə onsuz 100 metr irəlidə işıqfor var. Avtomobillər orada dayanır onsuz. Olmazdımı ki, 150 metr arxada da həmin keçidin olduğu yerdə də əlavə bir nizamlayıcı ilə eyni səviyyəli piyada keçidi quraşdırılsın? Biz bunu eləmədik. Biz nə etdik? Yeri dağıtdıq, orada bir tunel yaratdıq. Vətəndaşları məcbur elədik 2 dəfə o tunelə girib çıxsın, nə var, bir dənə yolu keçəcək. Və ora nə qədər pul xərcləndi? Küllü miqdarda pul xərcləndi. Hələ də oranın saxlanılması üçün də pullar xərclənir. Eskalatorlar qoyulmuşdu. Uzun illər o eskalatorlar işləmədi. Son bir ayda işləməyə başladı. Dünənlərim gördüm ki, eskalator yenidən xarab olub. Yenə xarab olub. Nəyə gətirib çıxartdı? Əlavə xərcə gətirib çıxartdı. Təhlükəsizdirmi? Xeyr, təhlükəsiz deyil. Razıyam. Orxan, verilişimizin sonuna gəlirik. Gəl bir məsələni də müzakirə eləyək, bundan da bitirək. Bakının problemlərindən biri. Kəsişmənin 4 yol kəsişməsidir, elə bil. Və onun hər tərəfində piyada keçidi var. Demək olar tam döngədə. Bax, burada da sürücü seçim arasında qalır. Ortaya bəzən çəkilir sarı tor 1.25 nişanlanma xətti və sağda da piyada keçidi. Adam yaşılda çıxır, kəsişməyə girir və görür ki, qarşıdakı nəqliyyat vasitələri gedə bilmir. Düşünür neynəsin? 100 manat 3 bal cərimə olunacaq, artıq saniyələr gedir. Sağa baxır, piyadalar keçir. Sürücü yenə də seçim arasında qalır. Ya qalıb 100 manat 3 bal cərimə olunmalıdır, ya da piyadaya yol verməyib keçməlidir, 50 manat cərimə olunmalıdır. Bax, sürücü burada da
cərimə seçimi arasında qalır. Bax bu məsələlər həllini tapmamış biz hansısa piyada keçidlərindən, yerüstü və yaxud da yeraltı piyada keçidlərindən hansının daha faydalı olub olmamasından məncə danışmağımız hələ tezdir. Və digər məsələ tunellərlə bağlı maraqlı məqama toxundun. Adətən tunellər nəyə görə tikilir? Yol daha çox ötürücülü olsun, intensiv olsun, nəqliyyat vasitələrinin sayı istiqamətlər üzrə çox olsun. Bizdə nədir? Tunel tikilir, üstü boş qalır. Misallar da var. Yaxşı, bu üstü boş qalacaqsa, tunel nəyə görə tikildi? Nəyə lazım idi? Şəhərdə bilirsiniz buna nə qədər nümunə çəkmək olar. Məsələn, o Moskva prospektindəki, Ziya Bünyadov prospektindəki o tunel, o nəyə lazımdır? Üstündə cəmi 2 dənə geriyə dönmə var. Əgər 2 dənə geriyə dönmə... Bunu yolda da eləmək olar. Bunu yolda da eləmək olar. Bunun üçün o boyda yerin qazılması nəyə lazım idi? Və o geriyə dönmədən, keçdiyin yerdən sonra, tuneldən gedir söhbət, üstü açıqdır. Üstündə heç nə yoxdur. Əgər bunun üstündə heç nə olmayacaqdısa, heç nə yoxdur. Bunun üstündə heç nə olmayacaqdısa, bu tunel niyə çəkildi? Niyə salındı o tunel? Ora nə qədər pullar xərclənib? Təsəvvür edin, milyonlar xərclənib ora. Həmin milyonları, həmin vəsaiti, həmin pulu başqa sahəyə yönəltmək olardı. Şəhər mühitini daha əlçatan etməyə yönəltmək olardı. Mən hər dəfə başa düşə bilmirəm ki, mən Ziya Bünyadov prospekti ilə avtomobillə hərəkət etdiyim zaman bu tunelə niyə girirəm? Girdim, mənlə kənar yoldakılar arasında bir yalan olmasın 15-20 metr məsafə var. Onlar daha hündürlədilər və mənim də üstüm açıqdır. Bu nəyə lazım idi? Mən yerin altına niyə girdim? Yuxarıda 2 dənə geriyə dönməyə Məntiq görə. yoxdur əslində. Əlbəttə bunun nümunəsi var. Babək prospektində nə qədər geriyə dönmə var? O qədər. Yola təsiri varmı? Yox. Heç bir təsiri yoxdur. Çox ideal şəkildə təşkil olunub. Çox ideal şəkildə təşkil olunub. Heç kim bir-birinə mane olmadan rahat, oradakı nişanlar da hamısı qaydasındadır. Orxan, təşəkkür edirəm iştirakın üçün. Maraqlı müzakirə oldu, düşünürəm. Fikirlərimizi bölüşdük. Yenə də yollardakı problemlər, insan varsa, avtomobil varsa, nəqliyyat varsa, problemlər var, olub, bundan sonra da olacaq. Amma necə eləyək ki, bu problemləri, bu nöqsanları minimuma indirək, aidiyyatı qurumlar məhz bu istiqamətdə düşünməlidirlər. Bir daha təşəkkür edirəm sənə. Təşəkkür edirəm Rahib, mən də dəvətin üçün. Bəli, ümid edirik ki, aidiyyatı qurumlar bu məsələlərə daha ciddi yanaşar və ən vacib olan insan faktorun həmişə ön plana çəkərlər. Elədir, tam razıyam. Hörmətli izləyicilər, bugünkü podkastımız elə burada da bitir. Əsas gəldiyimiz qənaət ondan ibarətdir ki, görülən hər bir işdə məntiq olmalıdır. Və məntiqsiz görülən hər bir iş sonda acı nəticələrə gətirib çıxarır. Bu günlük bu qədər. Sağ olun, sağlıqla qalın.